Vaqif müəllim Abışov danışacaq. O tarix üzrə fəlsəfə doktorudur. İkinci qonağımız Məhərrəm Müslümov. O da Pir Hüseyn Xanəgahı Tarix, Memarlıq Qoruğunun direktorudur. Bu da bizim əlimizdə olan tarixi memarlıq abidəmizdir. Yəni hər ikisinin həm işğal altında olanların, həm əlimizdə olanların haqqında siz tamaşaçılara məlumat vermək istəyirik. Yəni o birilər də bizim əlimizdə olsaydı, indi necə olardı deyə. Vaqif müəllim, istərdim birinci sizdən başlayaq. Bizim Azərbaycanın uzun illərdir işğal altında olan o torpaqlarında kifayət qədər tarixi memarlıq abidələrimiz var. Doğru deyirsiniz, kifayət qədər. Yəni son dövr, yəni 2014-cü ilin materiallarına diqqət eləyəndə hələ tam rəqəm olmasa da 2550 abidənin üzərində dayanılır. Ola bilsin, bu sayı arta bilər, çünki qeydə alınmış abidələrdəndir. Yəni Dağlıq Qarabağ, bizim bütövlükdə Qarabağ abidələri, yəni tək Azərbaycan çərçivəsində yox, keçmiş SSR məkanında yox, yəni dünya səviyyəli abidələr sırasına daxil olan bizim Azərbaycan xalqının tarixində yaddaşına olmuş abidələri. Burada mən bir şeyi də nəzərə alıram. Yəni tək işğal altında olan torpaqlarımız deyəndə biz bəlli bir dövrdən bu tərəfə götürürük də. Bir də var bizim lap əvvəllərdən o tarixi torpaqlarımız var ki, o tarixi torpaqlarımız müəyyən siyasi gedişlər nəticəsində mədəni surətdə işğal olunub. Doğru vurğuladınız və mənim də yaddaşım biraz daha da uzatdınız o tarix hadisəyə. Azərbaycan Milli Elm Akademiyasının Tarix İnstitutunun hədəfləri var. O hədəflər əsasən iki məsələdə dayanır hələlik. Birinci, itirilmiş torpaqlar geri qaytarılmalıdır. İtirilmiş torpaqlar tək Dağlıq Qarabağ və Düzən Qarabağdan söhbət getmir. O cümlədən İrəvan məsələsi, yəni Qərbi Azərbaycan dövründəki Ermənistan məsələsi və s. Bir də təhrif olunmuş tariximizin bərpa edilməsi. Çox təəssüf ki, zaman-zaman bir 200 il, hansı ki biz Şimali Azərbaycan Rusiya İmperiyasının, sonra Sovet İmperiyasının tərkibinə qatılıb zorla və bu qatılmada da Azərbaycan tarixini, mədəniyyətini, digər sahələri saxtalaşdırıblar və bugünə kimi də o davam edib. Nəinki tariximizi, həm də ərazimizi alıb ermənilərə veriblər və bugün də o proses davam edir. Memarlıq abidələri, yəni bayaq dediyim kimi saymaqla qurtarmaz və burada göz yaşı axıtmaq yox, həmin abidələri orada olmasuqda qoruyub saxlamaq uğrunda həm Azərbaycan xalqını aşılamaq baxımından, təbliğ etmək baxımından, həm də dünya səviyyəsinə qaldırmaq baxımından ki, heç olmasa olanı qoruyub saxlamaq. Yəni bugün Azərbaycan Mədəniyyət və Turizm Naziri, Azərbaycan dövləti səviyyəsində müxtəlif beynəlxalq təşkilat qarşısında, yəni 1954-cü il o Haqa Konvensiyası baxımından tarixi mədəni irsi müharibə gedən ərazilərdə qorunması ilə bağlı, istər 1972-ci ildə UNESCO-nun mədəni və təbii irsin mühafizəsi ilə bağlı, istər 1992-ci il o Avropa Konvensiyasına bağlı, yəni bu əldə olan beynəlxalq səviyyəli təşkilatların əldə olan sənədləri ilə Azərbaycan dövləti bu məsələni qaldırır və bugün də qaldırmağa davam edir və biz tarixçilər də o istiqamətdə öz işimizi aparırıq. Qaldı konkret abidələrə, mən sizə deyim ki, yəni oxuduqca, istər eramızdan əvvəl 1,5 milyon Quruçay mədəniyyətindən başlayan və onun içində olan Qarabağın özündə Azıq mağarasıdır, tağlardır, o cümlədən Tunc dövrü Nadüzərlik təpədir, Qaraköpək təpədir, digər Ağdamdakı digər abidələr Şuşada, yəni saymaqla qurtarmaqdır. Bir dənə Azıq mağarasından 3 dəfə ora biz səfər eləmişik, Azıq mağarasının içərinin üstündə olmuşuq. Rəhmətli Məmmədəli Hüseynov necə bu Azıq mağarası taparkən 1960-cı ildə, xüsusilə 8 il sonra 1968-ci ildə daşlaşmış qızın alt çənəsi tapılarkən ermənilər o vaxt nə qədər hakü qaldırdı. Hətta rəhmətli Məmmədəli Hüseynov deyirdi ki, bizi Moskvaya dəvət elədilər. Ermənilərin təkidi ilə mərkəzi hökumət ki, gəlin sübut edin ki, bu Azərbaycan abidəsidir, Azərbaycan aid olan bir çənədir. Rəhmətli Məmmədəli Hüseynov bizə deyirdi ki, getdi Moskvaya, biz də öz kimyaçılarımızı, riyaziyyatçılarımızı aparırdıq, ermənilər də gəldi, Moskva mütəxəssisləri də və orada deyir, mən sübut elədim ki, bu abidə harada tapılıb? Füzuli rayon ərazisində, Azərbaycan ərazisində, SSR məkanında konstitusiyasının təsbit olunmuş Azərbaycan sərhədidir. Mağara harada tapılıb? Azərbaycan ərazisində. Bu çənə nə erməni, nə türk, nə rus, nə yevri çənəsidir. Bu insan çənəsidir. Tapılan abidə Azərbaycan ərazisindədir.
Deyir, buna qarşı bir söz deyənmədilər. Ancaq bugün baxaq on, Azıq mağarasında maşallah internet resursları zəngindir. Xarici arxeoloqların köməyinə ermənilər orada qazıncı işlər aparılır və istəyirlər ki, özləri 19-cu əsrin birinci yarısında Ruslar tərəfindən köçürüldüyünü sübut eləsinlər ki, bunlar 1828-də köçməyib, tarix qədimdir. Biz də düzdür Azərbaycan dediyimiz kimi dövlət səviyyəsində bu məsələnin üzərinə gedir. Çox təəssüf ki, o Avropanın bəyaq çəkdiyim sənədlərə məhəl qoymadan Avropa həmin o dövlətləri, özlərinin humanist, demokratik olan dövlətləri bu məsələdə göz yumurlar. Nəinki bu məsələdə, o cümlədən misal çəkə bilərik o tarixi diyarşünaslıq muzeyləri, Şuşanın, Ağdamın, Kəlbəcərin, Zəngilanın, Qubadlının. Yəni o baxımdan demək istəyirəm ki, çox təəssüf ki, bax həmin o ermənilər İslam, yəni 7-ci əsrdə ərəblərin gəlməsi, mədrəsələrin, məscidlərin, qəbr üstü abidələrə, yəni onu erməniləşdirəmirlər. Onu dağıdırlar. Ancaq hansı ki, Albanlara aid olan Azərbaycanın qədim abidələrini üzərində yazıları silirlər, erməniləşdirirlər, qədimləşdirmək istəyirlər. Lakin tarix tarixdir. Çünki o çoxdan siyahıya daxil olub və Azərbaycan tədqiqat aparıb, arxeologiya və etnoqrafiya daxil olmanı, o zaman tarixi baxımından da çoxdan sənədlərə daxil olub. Bu ilə də tarixlərini qədimləşdirə bilməyəcəklər. Elədir və biz bugün Sovet dövründən bizə məlum olan abidələr haqqında danışırıq daha çox. Çünki müstəqillik illərimiz dövründə Azərbaycan arxeologiyasına olan o diqqət, biz bugün əlimizdə olan torpaqlarda aparılan arxeoloji qazıntıları nəzərə alaraq söyləyirik bunu. Yeni abidələrin ortaya çıxmasına təkan verir. Əlbəttə ki, bu inkişaf, bu diqqət bizim o işğal altında olan və yaxud o digər tarixi torpaqlarımızda olan abidələrə olsaydı və yaxud hələ görünməyən yerüstü əlamətləri olmayan o abidələrə olsaydı, biz daha nələri ortaya çıxartmış olardıq deyə düşünürəm. Amma bugün bizim əlimizdə olan tarixi memarlıq abidələrimiz də var. Bunlara dövlət nəzarəti, dövlət diqqəti, gələnlər, xaricilərin marağı, diqqəti, bütün bunlar da bizim tamaşaçılarımız üçün, elə bizim özümüz üçün də maraqlıdır. Bugün istəkli tamaşaçılar onlardan birinin direktorunu dəvət eləmişik, verilişimizin əvvəlində qeyd elədik. Hacıqabul rayonunda yerləşən Pir Hüseyn Xanəgahı Tarix Memarlıq Qoruğunun direktoru. Buyurun, siz də o qoruq haqqında danışın. Mən də Vaqif müəllimin sözünün qüvvəti olaraq demək istəyirəm ki, nəinki işğal altında olan torpaqlarımızın elə indiki işğal altında olmayan ərazilərdə olan tarix memarlıq abidələrimizə də Sovet vaxtı da elə bundan əvvəl də ermənilərin fürsət düşdükcə həmişə vandalizmi onlarda hiss olunur. Bunlardan biri də Pir Hüseyn Xanəgahı Tarix Memarlıq Qoruğudur. Əvvəlcə onu qeyd edeyim ki, Pir Hüseyn Xanəgahı böyük sufi şeyxi Azərbaycanda İslam mədəniyyətinin inkişafında xüsusi rolu olmuş, İslam fəlsəfi dünya görüşünün formalaşmasında mühüm yer tutmuş Şeyx Əl-Hüseyn İbn Əlinin məzarı üzərində formalaşmışdır. Pir Hüseyn Xanəgahında əvvəlcə olmuşdu Pir Hüseyn türbəsi. Sonra buna bitişik halda Pir Hüseyn türbəsinə bitişik halda məscid hissə, köməkçi otaqlar, qala divarları və nəhayət minarə olmuşdur. 13-cü əsrdə inşa edilmiş minarə o zamanki öz dövrünün memarlıq üslubuna görə hal-hazırda Şirvanda yerləşən minarələr içində demək olar ki, özünə məxsus bir yeri vardır. Bildiyiniz kimi Şirvanda hal-hazırda ən qədim tikilmiş minarə Məhəmməd məscidində Bakıda olan Məhəmməd minarəsidir ki, 1078-ci ildə inşa edilmişdir. Pir Hüseyn Xanəgahında olan minarə isə 1256-cı ildə üzərinə yazılmış daş kitabədən oxuyub tərcümə olunur ki, 1256-cı ildə tikilib istifadəyə verilmişdir. O ki, qaldı Respublikamız arasında olan tarixi abidələrə Rus imperiyasının və ermənilərin vandalizm cəhətdən zülmü. Pir Hüseyn Xanəgahı bunlar içində ən çox əziyyət çəkmiş demək olar ki, xanəgahlardan biridir. Buna misal olaraq, keçən əsrin əvvəlində 1906-cı ildə Tiflisdə Qafqaz Mədəniyyət Mərkəzi yaradılmışdır. Deməli, Mədəniyyət Mərkəzinin baş elmişçisi olub Stepan Ter-Avetyan. O 1907-ci ildə gəlib xanəgaha, bu Pir Hüseyn Xanəgahında deməli,
türbədə bütün divarlar və o qəbir sənduqəsi çaşı bəzəkləri olub. Qiymətli daşlara yazılmış Quran ayələri və qiymətli kəlamlar. Bu, həmin Stepan Ter-Avetyan xanəgaha gələndən sonra 1907-ci ildə bu çaşıları buradan hamısını qopartdırıb və Avropa muzeylərinə satmaq məqsədi ilə aparmışdır. Ondan sonra 1908-ci ildə digər erməni dəllal Kələkyan və Avropada antik malların muzeylərə satılması ilə məşğul olan fransız qadın Madame Dufante ilə birləşərək həmin Pir Hüseyn xanəgahında olan kaşif bəzəklərini aparıb Avropanın Louvre muzeyinə, ondan sonra Sankt-Peterburg Ermitajına, Moskva Şərq Xalqları Mədəniyyəti muzeyinə, kiçik bir hissəsi də Tiflis Dövlət muzeyinə satılmışdır. Bildiyiniz kimi 1918-ci ildə soyqırım vaxtı ermənilər Hacıqabul ərazisində də soyqırım etmişlər. O ətrafdakı Qubalı Baloğlan kəndindən 355 nəfər tarixi məlumatlar var ki, qətlə yetirmişdilər onlar. O vaxt onda gələndə onlar Pir Hüseyn xanəgahında da böyük dağıntılara yol vermiş, orada olan minarəni uçurmuş və digər dağıntı işləri aparmışlar. Bundan əlavə, deməli, ətrafda yaşayan yaşlı insanlar qeyd edirlər ki, Sovet hökuməti qurulandan sonra 20-ci ildən sonra bura gəldilər Pir Hüseyn xanəgahına, məktəbli uşaqları yığıb gətirib o kitabxana, Pir Hüseyn xanəgahının özünün kitabxanası olub. Bu kitabxanada nə qədər kitab var, hamısını onlar Pirsaat çayına axıtdılar, getdi. Ona görə də Pir Hüseyn xanəgahı haqqında yazılı məlumat kifayət qədər deyil, azdır. Buna baxmayaraq, siz bugün bizim verilişimizə maraqlı bir sənət gətirmişsiniz. Bu elə bir sənətdir ki, nəinki yazılı bizə məlumat verir onun o vaxtki durumu ilə bağlı, eyni zamanda şəkilləri var. Həm də pasport deyilə bir pasport kimi. Çox maraqlı, gözəl, qeyri-adi, nadir bir tapıntıdır həqiqətən. İstərdim biraz bu barədə məlumat verəsiniz. Bu sənət haqqında mən sizə qısaca onu deyə bilərəm ki, bildiyiniz kimi Sovet vaxtı baxımsızlıq olub və nəhayət Pir Hüseyn xanəgahı da başqa tarixi abidələrimiz kimi öz əsl dəyərini müstəqillik dövründə tapdı. Deməli, 2004-cü il yanvar ayının 22-sində Mədəniyyət Nazirinin 19 nömrəli əmri ilə ölkə əhəmiyyətli tarixi abidə kimi Pir Hüseyn xanəgahı dövlət nəzarətinə götürüldü və bundan sonra diqqət daha da artırıldı Pir Hüseyn xanəgahına və ciddi təmir işləri başladı və nəhayət 2007-ci il oktyabr ayının 1-də təmirdən tam sonra Respublikamızda fəaliyyət göstərən 32 ölkənin səfiri və nümayəndəlikləri, diplomatik nümayəndəliklər, rəsmi qonaqların iştirakı ilə təmirdən sonra açılışı oldu Pir Hüseyn xanəgahının. Bundan sonra Pir Hüseyn xanəgahına daha da axın artdı. Ölkəmizdə olan xaricilər, xaricdən gələn turistlər və s. Və bəzi xaricdən gələnlər var, onlar Pir Hüseyn xanəgahı haqqında onların ölkəsində məlumat muzeylərdə olduğunu bildirirlər. Bunlara hələ siz dediyiniz bu şəkil misal olaraq keçən oktyabr ayının 7-sində Boston Universitetinin professoru ora tədqiqat üçün gəldi. Elio Şingray adında bir professor idi. O bizə orada şəkillər çəkdi və qeyd etdi ki, mən London muzeyindən onun eskiz şəkillərini çəkib gətirmişəm. 18-ci əsrə aid olan eskiz şəkilləridir. Və oradakı o şəkillərdən görünür ki, 18-ci əsrdən bəri zaman-zaman müəyyən dağıntılar olub və indiki forması ilə onun əvvəlki formasında müəyyən qədər dəyişikliklər var. Bu eskizləri bizə miras qoyanın adı bəllidirmi? Yəni yazılardan görünür ki, bu ərəb əlifbasını yaxşı bilən adamdır. Yəqin ki, müsəlman olub. Ümumiyyətlə, Pir Hüseyn xanəgahı haqqında 12-ci əsrdə yaşamış tarixçi Vəssaf öz yazılarında qeyd eləmişdi. O qeyd eləmişdi və bundan başqa da İran tarixçisi Həmidullah Qəzvini Tarix Güzeydə əsərində Pir Hüseyn haqqında yazıları var. Bunu mən dəqiq deyə bilmərəm kim yazıb, amma az da olsa müəyyən qədər yazılar var ki, Pir Hüseyn haqqında yazılı məlumatlar var. Onlar çox gözəl, yəni tarixi qaynaqlardan biz müəyyən qədər məlumat əldə eləyə bilirik. Eyni zamanda bizim mərhum alimimiz Məşədi xanım Nemətin də gözəl tədqiqatları rolu olub və gözəl tədqiqatları var. Amma məhz bu bizim əlimizə gəlib çatan bu materialın
mənşəyi haqqında məlumat olsaydı daha yaxşı olardı. Sizlərlə tamaşaçılar, mən Məhərrəm müəllimlə söhbət elədim verilişdən əvvəl. Məlum oldu ki, bunu Məhərrəm müəllimə təqdim eləyən həmin o Boston Universitetinin alimi hələ geniş açıqlama vermək istəmir. Çünki material tədqiqat prosesindədir. Yəni bilirsiniz, biz alimlər də belə də əlimizə maraqlı bir şey düşəndə onu istəyirik ki, birinci özümüz yazaq, ortaya çıxardıq. Bu baxımdan əlbəttə ki, çox dəyərli məlumatlı materialdır. Bizim işğal altında olan torpaqlarımızda tək müsəlman abidələri deyil, İslam dini ilə bağlı abidələr deyil, eyni zamanda Alban dövrümüzlə bağlı abidələrimiz var. Doğru buyurdunuz. Bayaqlarda mən vurğuladım. Ermənilər, yəni müsəlman abidələrini o qədər özünkiləşdirə bilmir, pasportlaşdıra bilmir öz adlarına. Ona görə onları dağıdır. Ancaq Alban kilsələrini, Alban monastırlarını, hansı ki 1511-ci ildən 1836-cı ilə kimi bu Alban kilsəsi, Alban katolikosluğuna aid olub. Sənədlər var. Bayaq yaxşı qeyd elədi bizim yoldaş ki, yəni vaxtilə necə həmin pirə aid olan sənədləri, kitabları çaya axıdılıbsa, eləcə də 1836-cı ildə Alban kilsəsinə aid olan nə qədər kağız, kitab, məlumat varsa, arxiv sənədi varsa, hansı ki onu Qriqoryan kilsəsinə Çar Rusiyası həvalə elədi 1836-cı ildə. Təhkim eləmiş. Təhkim elədi, bəli, ləğv elədi onu və erməni kilsəsi də, Qriqoryan kilsəsi də bundan istifadə elədi. Lazım olan hansı ki saxtalaşdırmağa mümkün olanları saxtalaşdırdı, qalanda çaya atdı, bəzi də elə Tərtər çayına atdı, ləğv elədi. Yəni sənədlərdə belə bir ifadələr var. O baxımından bu gün də onun üzərində Azərbaycan dövləti mübarizə aparır ki, həmin o təhrif olunmuş ermənilər tərəfindən müxtəlif yonulmuş daşlar qoymaqla, xaç asmaqla özünükləşdirməyə istədiyi həmin o abidələri Azərbaycan dövləti istəyir ki, dünya miqyasında qaldırsın, yəni UNESCO xətti ilə və başa salsın ki, həm foto şəkilləri vasitəsilə, hətta erməni tərəfinin internet saytında yerləşdirdiyi fotolardan da bəzən kino filmlərindən istifadə olunur ki, bəli, ermənilər özləri burada təbliğat, arxeoloji işlər aparırlar. Burada yonmuş daşları təzədən ora qoyaraq üstündə müxtəlif erməni dilində yazılar qoyurlar, qədimləşdirirlər. Yəni baxımdan çox təəssüf ki, ermənilər Dağlıq Qarabağda necə İrəvanda olduğu kimi Azərbaycan abidələrini xristianlaşdırdılar, daha doğrusu erməniləşdirdilər, Qriqoryanlaşdırdılar. Bugün də həmin o xristian kilsəsinə aid olan, lakin Albanlara aid olan Azərbaycanın qədim dövlətçi ənənəsini, yəni qədim Alban və Girdiman kimi dövlətlərinə aid olan abidələri böyük bir hissəsini erməni arxeoloji abidələr siyahısına daxil edib. Son məlumata görə, bayaq mən dedim, 2014 siyahısına görə 500-dən çox belə bir abidə erməni arxeoloji abidələr sırasına pasportlaşdırılıb. Sovet dövrünü biz bəzən qınayırıq, ancaq mən sizə açıq deyim ki, Sovet dövründə arxeologiya, etnografiya baxımından, o zaman tarixi baxımından çox dəyərli işlər görülür. Bunu danmaq olmaz. Ancaq çox təəssüf ki, həmin mən Qarabağı deyirəm, Dağlıq Qarabağda onun içərisində olmaq şərti ilə çox təəssüf ki, həmin abidələr, tək xristiyan yox, digər abidələri biz hamımızı sənədləşdirməmişik, pasportlaşdırmamışıq, özümüzə aid olanları tam, necə deyərlər, bir arxivləşdirməmişik. Çox təəssüf ki. Yəni, əldən gedəndən sonra biz hansı ki, əlimizdə olan sənədlər var, onları üzə çıxarda bildik. Olmayanları isə onun da siyasını bir 1600-dən çox qeyd eləyirlər, hansı ki, sənəd pasportlaşdırmamışıq. Çox təəssüf ki, ermənilər bundan istifadə edir. Abidələri, necə deyirlər, sənədləşdirilməməsi bizim bu günləri əlimizdə müəyyən qədər o silahı bir hissəsini almış olur. O baxımdan əldə olan sənədlərlə bugün Dağlıq Qarabağda və Düzən Qarabağda olan abidələri çalışılır ki, tamamilə pasportlaşdırılsın. Düzdür, 2001-ci ildə UNESCO-ya təhvil verilib böyük bir siyahı, yəni həmin Qarabağ abidələrlə bağlı və bugün də o iş davam edir. Və bu yaxında, daha doğrusu 2016-cı ildə Azərbaycan Mədəniyyət Naziri xətti ilə, yəni İSOSCO-nun xətti ilə, o cümlədən Azərbaycan Tarix İnstitutunun xətti ilə böyük bir konfrans oldu. Yəni bu həm Azərbaycan ərazisində, Qarabağda Azərbaycan ərazisində abidələrlə bağlı geniş diskussiyalar olurdu, həm də işğal olunmuş ərazilərdə, xüsusilə Türkiyədən gələn nümayəndələrin çıxışları da daha çox əhəmiyyət kəsb edirdi. Yəni istər konfrans səviyyəsində, beynəlxalq konfrans səviyyəsində, istər beynəlxalq təşkilatlar səviyyəsində də ayrı-ayrı turistlərin gəlməsi səviyyəsində olsa da bir işıq ucu gələn yerdən o saat biz yapışıb çalışır ki, dünya sübut eləyək ki, bəli bu abidələr bizə aiddir, Azərbaycan millətinə aiddir, Azərbaycan torpağına aiddir.
türkə aiddir və bunu erməniyə aidiyyəti heç bir şey yoxdur. Yəni bu baxımdan onun üzərində işlər gedir və uzağa getmək elə son dövrdə bu Mərcanlı kəndinin azad edilməsinin, bu yəni Cəbrayılın kiçik bir kəndinin erməni atəşindən azad edilməsi, o yüksəklərlə təpənin alınması nəticəsində, halbuki o ərazi bizdə idi, lakin erməni sniperlərə imkan vermirdi. Və kiçik o ərazidə balaca bir kəndi nə günə qoyublar, onda qalmış Azərbaycanın digər ərazilərinə aid olan abidələr nə günə. Yəni o baxımdan Azərbaycan demək istəyirəm dövləti təbiidir, dövlət xalqı təmsil edir, tariximizin arxasında durur, abidənin arxasında durur. Sübut eləmək istəyir ki, hələ balaca bir kənd uğrunda biz belə yanğı göstəririk abidələrimiz haqqında və gələcəkdə işğal olunmuş əraziləri azad eləyərkən o abidələrin tam bir sahibi olacaq. Ona görə bugün açıqca deyim ki, istər sizin veriliş vasitəsilə, digər verilişlər vasitəsilə çox önəm daşıyır ki, Azərbaycandan kənarda bu verilişlər baxırlar və bu təbliğat vasitəsi kimi, həm də o abidələrin bizə məxsus olması kimi çox əhəmiyyət daşıyır. Mən bir dənə misal çəkim, hər il 2009-cu ildən 2016 daxil olmaqla biz dövlət səviyyəsində, tarix üssü səviyyəsində Moskvada izametdə oluruq. Orada arxiv sənədlərini araşdırırıq, Rusiya-Azərbaycan əlaqələrindən baxılır, sonra bizim tariximizlə bağlı və orada mən Moskva əyaləti bir rayonu var, Naqinski. Orada oldum, Azərbaycanlarla bir xeyli söhbət elədim, onların hətta bir kafesi var idi, orada əyləşdik və gözüm sataşdı mənim ekranı, televizora. Mən sizə inandırıram ki, onların baxdığı əsas bizim kanallardır. Yəni o baxımdan deyirəm ki, bəzən ola bilsin deyərlər, bir 15 dəqiqəli, 20 dəqiqəli bu veriliş nə ola bilər, nə təbliğat. Ancaq mən orada gördüm ki, hətta Moskvadakı Azərbaycan necə yanığı ilə baxırlar ki, bizə deyir, belə verilişlər daha çox önəmlidir, daha vacibdir. Yəni mən o baxımdan bu verilişdə o baxımdan yüksək qiymətləndirirəm. Əgər keçmiş postsovet məkanına belə yayılırsa, mələ xaricdə də belə verilişlərə Sputnik vasitəsilə baxırlar və çox önəmlidir və davamlı ardıcıllığı lazım. Elədir. Vaqif müəllim, maraqlı məsələlərə toxundunuz. Biz onun ağır məsuliyyətini hər zaman hiss eləyirik və bugün elə bir dövrdür ki, heç bir şey səssiz qalmır. Yəni bizim verilişlərimizə də dünyanın demək olar ki, əksər yerlərindən baxırlar. Finlandiyadan, Kanadadan əlaqələrimiz olur. Bir də görürsünüz, sosial şəbəkələr vasitəsilə bizə məlumat verirlər, bizə sual verirlər, bizə öz fikirlərini söyləyirlər verilişlərimiz haqqında. Həm sevinirik, həm bu bizim məsuliyyətimizi biraz da artırır. Ona görə də olanını təqdim eləyirik. Olanı da ki, göz qabağındadır, əlbəttə ki, yaxşıdır. Bir də bir məsələyə toxundunuz, dediniz ki, Alban abidələrini Sovet dövrü də orada bir-iki daşı dəyişməklə, o Xaçkar məsələsi var, bilirsiniz. O bir-iki ünsürü dəyişməklə, elementi dəyişməklə özlərinə, yəni haylara çıxmaq istəyirlər, haylara aid olduğunu sübut eləmək istəyirlər. Sizin direktoru olduğunuz xanəgah qoruğu, biz bilirik ki, o daha çox şiəliyə aid olan Qələndəriyyə təriqətinin bir xanəgahıdır. Yəni bununla bağlı əlbəttə ki, İslamda da müxtəlif cərəyanların, məzhəb, təriqət və s. olduğunu nəzərə alaraq sizin də orada bu sahədə biraz diqqətli olmanızı tələb eləyir deyə düşünürəm. Təbii. Gülxan xanım, təkcə keçən il 132 nəfər xarici turist qoruğu ziyarət edib, ekskursiya şəklində. Bunların içində Finlandiyadan, Avstriyadan, Almaniyadan, hətta İsraildən, Ərəb ölkələrindən də gələn və Fələstindən gəlmişlər. Onlar hamısı çox böyük maraqla baxırlar bura. Bu Pir Hüseyn xanəgahı elə yerdə yerləşir ki, buranın turizm üçün çox böyük perspektivi var. Həm paytaxta yaxındır, tarixi abidədir. Bu Pir Hüseyn xanəgahı İslam dünyasına o qədər yaxın bir abidədir ki, burada araşdırmalı məsələlər hələ çoxdur, araşdırılmayıb. Vaqif müəllim sözünün qüvvəti olaraq onu da qeyd edeyim ki, hələ təkcə 18-ci ildə yox, məsələn, o Pir Hüseyn xanəgahının arxasında Pir Saad gölü var. O göl 1956-cı ildə layihələndirilib. Bildiyimiz kimi, Sovet vaxtı əsasən layihənin üstündə işləyib ermənilər də Bakıda. O layihənin altında Akopyan familiyalı erməninin qolu var. O 58-ci ildə istifadəyə verilib.
59-cu il aprel ayının 6-sında o bənd dağılıb. Dağılıb, birinci kənd orada Qubalı Baloğlandı, o kəndin hamısını 100%-ını yuyub aparıb. Qonşu Rəncbər kəndinin də bir qismini yuyub aparıb. Bundan sonra təzədən o bənd bərpa olunub. Halbuki bu bənd 1-2 kilometr arxada daha effektiv idi. İndi xanəgaha nə təsir olub? Xanəgahdan o 20 metrə aralıda salınıb. O bənd həmişə xanəgah zinə olur, düz yuxarıyacan olurdu. Bu axırıncı təmir vaxtı arxadan 2 dənə böyük drenaj sistemi çəkildi. Ondan sonra o zinə biraz düşüb aşağı, bir quruma hiss olunur ki, bu quruma var burada. O həmin o Pirsad gölü salınan vaxtı da oradan hamısı daşınan torpaqlar bu xanəgahın ətrafında hamısı karvansaralar olub. Hamısı daşınıb tökülüb karvansaraların üzərinə qalıb torpağın altında. Bu 2007-ci il təmir vaxtı elə xanəgahın yaxınlığından böyük bir karvansara çıxdı üzə. Onun təmir bərpa eləyib müəyyən görünüşdə saxladılar ki, turistlər üçün maraqlı olmağından ötürü. Çox gözəl vurğuladı. Yəni Bakıya yaxın olması, mən deyərdim ki, həm də İpək yolunun üstündə olması. Yəni o baxımından Azərbaycanda əksər regionu axtarsa belə dayanacaqlar çox olub. İstər məscid formasında, yəni abidə kimi mən demirəm, vaxtilə ki, bugün Bakı yaxınlığında, o cümlədən məsələn Aran rayonlarında müxtəlif kurqanlar var. Yəni o baxımdan demək istəyirəm ki, bunun əhəmiyyəti, bu cür abidənin əhəmiyyəti Azərbaycan tarixi üçün çox böyükdür. Və bayaq deyildiyi kimi, mənə elə gəlir ki, tarix institutunun orada dəvət eləməsi və daha çox, deyək ki, ictimaiyyətin nümayəndəsinin dəvət eləməsi və efirə çıxması o abidəni daha çox daxıya və yaxşı vəziyyətə sala bilər və ətrafında da arxeoloji qazıntı işləri apara bilər. Yəni o baxımdan mən vurğulayıram ki, bəli görürsə, xırda bir, yəni tutaq ki, mən bura gəlməsəydim, bu verişdə iştirak eləməsəydim, o abidə haqqında məlumat çox bəsit idi. İnternet resursundan başqa belə bir məlumat yox idi. Yəni o baxımdan həm belə görüşlərin, verişlərin çox olması, kiçik bir hac qabulda, balaca deyəndə dünya səviyyəsində böyük, həcm baxımında balaca abidənin belə bir efirə çıxılması mənə elə gəlir ki, çox böyük əhəmiyyəti var. Tək hac qabulu yox, Azərbaycan nəgər, Güllü xanım, ardıcıl belə hər bir regionda belə abidələrin çıxarsız, mənə elə gəlir ki, bu böyük bir işdir. Həm təbliğat baxımından, həm də qorunması baxımından, həm də dünya ictimaiyyətinə çatdırması baxımından. Mən deyərdim ki, bayaq siz qeyd elədiniz, həmin o Amerikadan gətirilmiş bu sənədi. Onun ta bərabəri yoxdur. Biz deyənmərik ki, düzü o tədqiqat açınca kitabı yazacaq filan. Yəni əksinə, biz onun hər bir hərf cümləsin yox hətta, sözün dərinə getməli görək o sözlər nədir? Bəlkə doğrudan elə bir orada tarix yatır ki, həmin o abidə üçün tək yox, Azərbaycan tarix üçün böyük əhəmiyyət daşıyır. Yəni o baxımdan mən deyərdim ki, bu günləri Azərbaycan öz dövlətçiliyini region baxımından görür ki, Azərbaycan nə qədər təzyiq olur bu və ya digər formada, ondan çıxış yolu özümüzdədir. Kənarda heç vaxt axtarmayaq. Sizin xanəgah haqqında dediklərinizdən bir məsələ mənim diqqətimi çəkdi. Yəni siz dediniz ki, bu sadəcə bir dini məbəd olmayıb da, bu ki, insanlar gəlib ibadət edib və yaxud orada şeyx oturub. Eyni zamanda İpək yolu üstündə, yəni yol üstündə olmaq, bu eyni zamanda sığınacaqdır. İnsanların, kasıbların, acların, xəstələrin pənah apardığı bir yerdir. Karvansaralar olur. Karvansaralar, bilirsiniz, xanəgah bu böyük kompleksdir. Tamam. Burada yeməkxanaları olub, xüsusilə Qələndəriyyə təriqəti elə bir təriqət idi ki, tövlələri olub. Hər şeyi. Bu Qələndəriyyə təriqətinin üzvləri daim xalq arasına gedərdilər, dini bayramlarda onlar müxtəlif alqışlar, dualar eləyərdilər, evlərə gedərdilər, onlara pay verərdilər, onlar o payları gətirərdilər, ümumi həmin o xanəgaha aid yerə təhvil verərdilər. Sonra orada məsələn, bişirilən yeməkdən o kasıb ailələri, dul qadınlar, yetim uşaqlar, yəni onlara kömək olunardı. Xanəgahda olan sufi şeyxlər savadlı olub hamısı. Onlar həkim olub, təbib olub, filosof olub, tarixçi olub, ədəbiyyatçı olub. Burada bunların da yanına gələn sıravi insanlar gəlib həkimdən həkim məsləhəti alıb, filosofdan filosof. Bunlar buradan müəyyən bir ruh yüksəkliyi ilə qayıdıblar geri. Hissə-hissə belə
bu nöqteyi nəzərdən insanların axını kütləviləşib, sadəcə olaraq o elə bil ki, şəfa tapıblar burada. Bu savadlı insanların burada, bu şeyxlərlə savadsız olmayıb ki, savadlı insanlar olublar hamısı. Hərəsi bir cür buradan bir müsbət rəylə qayıdıb, ondan sonra insanların bura axını kütləviləşib, belə bir şey ki, 1000 ilin sınağından çıxıb, deməli... Biraz açıq danışaq. Deməli, adətən o şeyxlərin, övliya dediklərimizin əksəriyyətinin kəramət olub. Bu kəramət də nədir? Qeyri-adi, sıra dışı, digərlərini heyrətə salan nələrisə göstərmələri. Bu, indi biz şamanlarda bunu açıq görürük. Amma İslam dini o Tanrının onlara verdiyi o qabiliyyətlə öyünməyi yasaq elədiyinə görə onlar o qabiliyyətlərini, o yönlərini çox qabartmazdılar və İslam dini ilə pərdələyib onu o şəkildə təqdim edərdilər. Və ətrafdakı o insanlar da, indi siz deyirsiniz ki, əsrlərin sınağından keçib. Nə keçib əsrlərin sınağından? O insanlar əgər gəlib orada şəfa tapma məsələsinə, siz biraz üstü örtülü toxunursunuz, amma mən istəyirəm biraz açıq şəkildə bunu tamaşaçılarımıza bildirəm. Çünki bugün xalqımız istər bizdə, istər Türkiyədə, istər Orta Asiya respublikalarında, İranın özündə müxtəlif türbələr var, müxtəlif dini memarlıq abidələri var ki, pirlər, ocaqlar, insanlar ora gedirlər. İnsanlar ora niyə gedirlər? Əgər bir dəfə, 2 dəfə gedib onun niyyəti baş tutmursa, 3-cü, 4-cü dəfə heç kəs ora getməyəcək. Deməli, bu illərin sınağından çıxmış şeylərdir ki, insanlar inanır və ora pənah aparır. Doğrudur, Qurani Kərimdə o pirlərə, ocaqlara, daşa, ağaca üstayiş eləmək, onlara gedib, onları ziyarət eləmək yasaq olsa da, sonraki alimlər, din alimləri xalqın bu istəyinin qarşısını almamaq üçün, çünki almaq da mümkün deyil, görün neçə əsrdir İslam dini Qurani Kərimlə ortadadır, amma yenə də bugün 21-ci əsrdə yaşayırıq, insanlar pirlərə gedir, ocaqlara gedir, qurbanlar kəsir, dilək diləyir, ağaclara müxtəlif al-əlvan iplər bağlayır, niyyət tutur. Elə bax, o Pir Hüseyin xanəgahının yanında da Məhərrəm müəllim bir yer var. Belə tikilidir, üstü torpaqla örtülüb, girirsən içəri və içəridə çox maraqlı mənzərədir. Görürsən ki, orada al-əlvan iplər asılıb, orada beşiklər düzəldilib, kibrit qutularından və yaxud parçadan və yaxud uşaq düzəldilib, asılıb. Hətta orada mən yaşıl rəngdə bir parça da gördüm, yerə sərilmişdi. Görünür, o ziyarətə gələnlərdən hətta orada gecələyənlər olur. Ki, bu da xalqın İslamdan da əvvəl olan inancınla bağlı olan şeylərdir. İslam dini gəldikdən sonra, tək İslam dini yox, müxtəlif, məsələn, xristiyanlıq və yaxud Musəvilik gəldikdən sonra onu yaşatmaq məcburiyyətində qalır. Məsələn, bir misalla Vaqif müəllim, mən bunu təsdiqləyim. Məsələn, İslama qədər şamanlar vardı. Şamanlar xalqın istəyinə uyğun, əhaliyə vurulan o zərbə, ağırlığa uyğun, gah günəşi çağırmağa çıxırdılar, gah yağışı çağırmağa çıxırdılar, yağmur duasına. Bugün belə Türkiyədə bələdiyyələrin təşkilatçılığı ilə çıxırlar dağlara, düzərliklərə, orada yağmur duasına gedirlər. Və bunlara o vaxtı şamanlar başçılıq eləyirdi. Amma İslam dini gələndən sonra bu şamanlar aradan qalxdı. Şamanlar ortadan qalxandan sonra yenə xalq quraqlıqdan əziyyət çəkəndə şamanlar yoxdur. Kimin üstünə gedəcək? Mollaların, axundların üstünə getdilər ki, bəs onlar artıq meydanda yoxdur, siz bizə kömək eləyin, yağış yağsın. Və həmin o din xadimləri məcbur oldular, xalqın önünə düşsünlər və getsinlər o yağmur duasına. Bunu eləməsəydilər, onlar xalq arasında öz nüfuzlarını itirmiş olacaqdılar. Ona görə bugün, yenə deyirəm, baxın, inkişaf eləmiş ölkədir, müsəlman ölkəsidir, qeyri-rəsmi, əhalinin, yəni çox hissəsi müsəlmandır, amma Türkiyədə bugün də yağmur duasına çıxırlar. Yəni, oradakı o qeyri-adi şeylərdən, mən gedirəm arada bir ora, bir tarixi memarlıq abidəsi kimi maraqlıdır mənə,
və ora insanların bugün belə ailəliklə, yaşlı nəsil nümayəndələri, cavanların gəlib, oranın da gözəl bir bağçası var, yaşıllıqdır gözəl, suyu, hər şeylə təmin olunub. Gəlib orada süfrə açdıqlarını görürəm, qurban kəsdiklərini görürəm. Biraz bu barədə danışaq. Sizin sözünüzün qüvvəti, o yağmur duası haqqında deyim mən sizə ki, deməli, o qonşu ətrafda yaşayan bir qadın olub, növbət arvadı olub o vaxtı. Həmişə deyirlər ki, o qadın yayda Hacı Qabul isti olan yerdir, yağış yağmır, bir şey eləmir. Deyir, gəlib axşam üstülər, deyir, orada dua elirmiş ki, yağış yağsın. İndi təsadüfdən növbət arvad bir neçə dəfə dua eləyəndə yağış yağıb, avqust ayında, deyək, sentyabr ayında hamı deyirdi ki, növbət arvad dua elədi, yağış yağdı. Belə bir olmuşdu mövzu. Bundan əlavə, bilirsiniz ki, indi ölkəmizdə İslam oyunları keçiriləcək. Buranın da ən üstün cəhəti odur ki, bu tarixi İslam abidəsidir. Turizm içində o qədər böyük perspektivi var ki, buranın çox yaxşı turizm mərkəzi eləmək olar. Buranı, bu istiqamətdə işlər gedir. O siz bayaq qeyd elədiyiniz o, deyirsiniz, düşürsünüz aşağı otaqlar, o xanəgah kompleksinə daxil olan, nəsə bir funksiyası olan otaq olub ora. Bəzən deyirlər ki, bura Alban məbədidir. Amma mənim yadıma gəlir ki, biz məktəbli vaxtı olanda ora gedirdik. 83-84-cü illərdə həmin o köməkçi otağa belə aşağı düşəndə oradan yol var idi, belə keçirdi ondan, tunel kimi gedirdi. Bir xeyli gedirdiyin, qutarmırdı tunel, amma hava çatışmamazlığı olurdu. Biz qayıdırdıq da, deyirlər ki, qədimdə buradan Şamaxıya yol olub. Necə maraqlıdır. Yol olub Şamaxıya. İndi bu deyiləndir, bu rəsmi təsdiqi yoxdur. Amma sonradan Sovet vaxtı, bu 85-86-cı illərdə bu həmin o tunelin qapısı hörüldü, bağlandı. Dəqiq indi orada yenə var. Mən onu görmüşəm ki, gedirdi belə yol. Xeyla, belə idi ki, hündür idi. Atın üstündə rahat oturub gedmək olardı ondan, o yolla. Görürsünüz, əgər atın üstündə bu deməli uzaq məsafədir. Çox uzaq. 200 metrə kimi gedirdi, 150-200 metrə qaranlıq olurdu, hava çatmırdı, qayıdırdıq dala. Orada həmin o siz deyən otaqlarda, o özdə görsünüz, orada təzə daşla hörülüb. Orada yəni ki, olsun bir 25 ilin, 30 ilin hörgüsü diyor, bilinir ki, sonradan hörülüb. O qapı eləncik bağlandı. Orada araşdırılmalı İşlər çoxdur, Güllü xanım, çoxdur. Elədir. Və mən də xüsusi qeyd eləmək istəyirəm ki, Məhərrəm müəllimin özünün Qubalı Baloğlan kəndindən olması, uşaqlığının orada keçməsi, bütün o bizim danışdıqlarımızın onun gözünün önündə cərəyan eləməsi də bugün onun orada direktor olması üçün, fəaliyyəti üçün çox vacib amillərdən biridir. Nələrin şahid olduq. Yeraltı atla getməsi. Doğru buyurursunuz ki, uzaq məsafə atla gedərlər də. Əlimizdə olan abidələri elə möhkəm tədqiq eləməliyik ki, və sabahsı gün üçün heyfsilənməyək. Digər türk xalqlarına da bu hazırda əlimizdə olan bukletlərin paylanılması, göndərilməsi, onların da bu cür dini memarlıq abidələrinlə əlaqələrin yaradılması yeni məlumatların, materialların ortaya çıxmasına gətirib çıxardar. Çünki Qaləndəriyyə təriqəti biz bilirik ki, Özbəkistanda çox geniş yayılmış bir təriqətdir və vaxtı ilə Sırdərya boyunda da kifayət qədər gəzib dolaşan Şeyx Kavi kimi tanınan Şəms Təbrizi də Qaləndəriyyə təriqətindən idi. Təsadüfi deyildi ki, Mövlanə Cəlaləddin Rumi də onu Qıpçaq qələndərlərinin şahı adlandırırdı. Yəni, həm də Qıpçaq idi. Bunu nəzərə alır. Maraqlı məlumatlar çoxdur və verilişimizin əvvəlində istəkli tamaşaçılarımız Məhərrəm müəllim dedi ki, ölkə əhəmiyyətli bir abidədir, amma artıq dünyanın başqa-başqa yerlərindən, xüsusilə də Amerikadan onun tədqiqatı ilə məşğul olan tədqiqatçıların işlərini görəndə deyirik ki, bu artıq dünya əhəmiyyətli bir abidədir. Bunu kimi neçə abidələrimizi qoruyub saxlamalıyıq. Mən hər ikinizə təşəkkür edirəm, həm öz adımdan, həm tamaşaçılarımız adından. Sizəli tamaşaçılar, bununla da abidələrimizə həsr etdiyimiz balaca bir verilişimiz başa çatır. Əlbəttə ki, o qədər zəngindir Azərbaycan torpağı yeraltı, yerüstü abidələrlə ki, onlara biz illərlə veriliş həsr eləsək də yenə yetməz. Sağ olun, sağlıqla qalın.